Windows 11 bilirsiniz ki, bu il testlərin içərisində var. Windows 11 testləri düşəcək. Ən azı yəqin ki, bir dənə, iki dənə sual Windows 11-dən olacaq. Birinci başlayaq birinci sualdan. Birinci sualda görək nə deyir. Yazıb ki, verilənlərdə bir sənədin digərinə köçürüldükdə müvəqqəti yerləşdirmə üçün aşağıdakılardan hansından istifadə olunur? Sonra mən əgər bir dənə məlumatı kopyalayıramsa, bu Excel-ə də aiddir, Word-ə də aiddir, Windows-a da aiddir, PowerPoint-a da aiddir, yəni bütün proqramlarda var. Əgər mən hansısa bir məlumatı kopyalayıramsa, bu kopyalanmış məlumatlar mübadilə buferinə düşür. Bax, primitiv o mübadilə buferinin adı clipboard deyilən bir şeydir. Baxın, burada göstərdim sizə. Windows məndə burada da var. Misal üçün, bu Excel üzərindən göstərirəm ki, bax, kopyaladım, clipboard lent qrupuna düşür. Və ekranda da bir faylımı kopyalasam, tutaq ki, bu faylımı kopyalasam, bu da gedir mübadilə buferinə düşür. Bax, burada mübadilə buferim var. Avtomatik mübadilə buferinə mənim məlumatım düşür. Cavab olacaq Y variantı. Testin mübadilə buferi deyib keçməklə deyil. Biz burada hansı elementləri öyrənməliyik? Windows-un mübadilə buferinə maksimum 25 dənə element yerləşir. 25 dənə. Office proqramlarında 24 dənə yerləşirdi. Windows-da 25 dənə yerləşir. Və həmçinin bundan əlavə olaraq biz nəyi bilə bilərik? Windows-un mübadilə buferini açmaq üçün biz klaviaturadan Windows düyməsi ilə V düyməsini vurmaqla, Windows plus V düyməsini vurmaqla biz mübadilə buferini aça bilərik. Yəni Windows-da belədir. Birinci sual getdi. Gəlir ikinci suala. Yazıq File Explorer proqram fayllarının əsas xassələrini göstərən rejim necə adlanır? Burada hansı rejimlərimiz var? Tiles'dır, Details'dır, List'dir, Large Icons'dır, Medium Icons'dır. Elə buradan tərcüməsindən də oxusaq, ən ətraflı xassələrini göstərən Details rejimidir. Və Details rejimində yeganə rejimdir ki, burada bizə filter tətbiq olunur. Filter bu rejimdə tətbiq olunur. Sual düşsə ki, o hansı rejimdir ki, o rejimdə filtr tətbiq olunur, o rejimin adı Details rejimidir. Bu da bu qaydadır. Gəlirəm üçüncü suala. Yazıb ki, hansılara copy və ya delete əməliyyatlarını tətbiq etmək olmaz. Copy və ya delete əməliyyatlarını tətbiq eləmək olmaz. Ayrıca kataloqa, eyni kataloqda yerləşmiş fayllar qrupuna, bütün kataloqdakı fayllar qrupuna və yaxud da ki, ayrıca fayla. Biz burada nəyə baxacaq? Ayrıca kataloqa, yəni bir dənə kataloqdur, mən bu kataloqa copy və yaxud da delete eləyə bilərəm. Amma müxtəlif kataloqdakı fayllar qrupuna, misal üçün biri A qrupundadır, biri Z qrupundadır, mən eyni zamanda bunları nə edə bilmərəm? Həyata keçirdə bilmərəm. Cavab nə olacaq? D variantı. Cavab olacaq D variantı. Gəlirəm 4-ə. Fayl və ya qovluq necə açmaq olar? Fayl və ya qovluğu açmaq istəyirsə, yazıb ki, klaviaturadan Ctrl-E düyməsi kombinasiyası vasitəsilə. Birincisi, Ctrl-E yox, Windows-E düyməsi ilə File Explorer açırlar. Yəni, faylı açmırlar. Fayla biz hansı bir fayla giriş eləmək istəyirsə, onun üzərində nə etməliyik? Müvafiq olaraq saxlayıb, sonra klik eləməliyik də, mousun ardıcıl olaraq 2 dəfə klik eləsəm, mən həmin faylı nə edə bilərəm? Aça bilərəm. Burada gətirir nə yazıb ki, obyektini seçərək sol düyməyi bir qat sıxmaqla açılmış kontekst menudan open. Open-dan açmaq olar, amma sol düymədə open gəlmir. Misal üçün, mən bu faylı açmaq istəsəm, sağ düyməni vurmalıyam, sağ düymədə open gəlir. Hə, open-ı vursam açılacaq. Ona görə buradakı fərqlilik budur. Deməli, bir səhvdir, A səhvdir, B səhvdir. Cavab olaraq D-dir. Çox uzatmıram. Uyğun piktoqram üzərində mousun sol düyməsini ardıcıl olaraq 2 dəfə sıxmaqla. 5-ci suala baxıram. File Explorer proqramlı faylların əks etdirilməsinə Details rejimi nəyə həyata keçirilir? Bayaq sualların içərisində var idi. Faylların nələrini göstərir? Əsas xassələrini və əsas xüsusiyyətlərini göstərmək üçün istifadə olunan bir rejimdir. Details rejimi. Bu rejimlərin fərqlilikləri nədir? Şəkillər nə formada olur? Onu dərsin axırında göstərərəm. Bunun axırında baxarıq. Gəlirəm 6. Yazıb ki, idarəetmə panelinin kontrol panel funksiyası nədir? Kontrol panel axtarış yerinə kontrol panel yazmaqla gələn bir şeydir. Məsələn, mən kontrol panel yazıram, bu gəlir. Və kontrol paneldən biz nələr görə bilərik əsasən? Burada hardware and sound. Yəni, mən kompüterə müəyyən qaydada qoşulmuş proqramlara, qurğulara və bunlara nə edə bilərəm? Müəyyən sazlanma işlərini həyata keçirə bilərəm. Yəni, idarəetmə paneli. Cavab olacaq B variantı. 7-ci sual bizim qarşımıza artıq bir neçə dəfə çıxır. Windows 11 pəncərələrlə iş zamanı aşağıdakı əməliyyatlardan hansı mümkündür?
Pəncərəni nə edə bilərəm? Yerini dəyişdirə bilərəm, bağlaya bilərəm və yaxud da ki, nə edə bilərəm? Onu bükə bilərəm. Cavab olacaq nə variantı? Y variantı. İnversiya falan, transformasiya bunlar tərsinə çevirmək falan, yerlərini dəyişmək və bu kimi şeylər. Yer dəyişmə olur. Bu transform bunlar, inversiya bunlar şey deməkdir. Belə deyək də, faylı elə bil, məsəl üçün pəncərəni götürürəm, tərsinə çevirirəm. Bu o deməkdir. Yəni belə bir şey olmur. Yəni burada cavab A, B deyil. Gəlirəm 8-ci suala. 8-də nə deyir? Faylın mübadilə buferi vasitəsilə yer dəyişməsi üçün kontekst menünün hansı elementindən istifadə olunur? Əgər faylın köçürülməsi desəydi, köçürülməsi, onda 2 idi. Amma yer dəyişməsi deyilsə, yer dəyişməsi, onda katdır. Yəni 1-dir. Məsəl üçün, mən bu faylı buradan götürüb bura qoymaq istəyirəmsə, Ctrl-X düyməsini vurmalıyam. Katın qısa yol düyməsi Ctrl-X-dir. Gətirib istədiyim yerə Ctrl-V eləsəm, fayl neyniyəcək? Avtomatik o hissəyə yapışmış olacaq. Yəni, Ctrl-X-lə kəsib, Ctrl-V ilə yapışdıra bilərəm. İkinci şəkil kopyalamaqdır. Üçüncü şəkil faylın adını dəyişdirməkdir. Və bu gördüyünüz üzərində A hərfi var. Bu faylın adını dəyişdirməkdir. Faylın adını dəyişdirmək istəsəz F2 düyməsindən də istifadə edə bilərsiniz. Misal üçün, mən hansısa bir faylın adını dəyişdirmək istəyirəm. Misal üçün, ya üzərinə bir dəfə fasiləli şəkildə bir dəfə klik eləyəcəm, bir dəfə yavaşca klik eləyib bu faylın adını dəyişdirə bilərəm və yaxud da ki, qovluğun. Ya da ki, F2 düyməsini belə vurmaqla. F2. Bu da belədir. Bu 4 send-do'dur. Send-do belə deyək, mübadilə buferinə düşmədən faylın neyniyir? Shortcut'ını falan dəyişdirmək üçündür. Tutaq ki, mənim faylım buradadır və burada yerləşir. Mən üzərində sağ düyməni vurub, burada set-tunu vursam, bunu nə edə bilərəm? Ekranda qısa yolunu shortcutını dəyişdirə bilərəm, dokument ata bilərəm və belə bir şey edə bilərəm. Bu mübadilə buferinə salınır. 5-ci də zibil qutusuda silmək. 9-da Windows 11-də print screen düyməsi hansı məqsədlə istifadə olunur? Print screen düyməsi bildiyimiz screenshotu almaqdır. Görəsiniz ki, Windows 11 kompüterlərində print screen düyməsi, təzə çıxan kompüterlərdə də belə bir şey var. Üzərində qayçı işarəsi var. Üzərinə vuranda print screen ekran belə forma şəklində seçilməyinizi sistem tələb edir. Bax, belə bir şey açılır. Deyir, seç. Sən də istədiyin yeri seçəndə artıq oranı neynir? Şəklini çəkir. O yerin şəklini çəkir, o həmin çəkdiyi şəkildə mübadilə buferinə düşür. Yazır ki, ekranın təsvirində qeyd olunmuş hissəni mübadilə buferinə köçürmək üçün istifadə olunur. Yəni, bir növ elə bir kopyalanır da həmin şəkil. Və bu şəkli istədiyiniz yerə nə edə bilərsiniz? Ctrl-V ilə yapışdıra bilərsiniz. Tutaq ki, buradan çəkdim, buraya yapışdırdım. Fikir verdiniz, bax, bu formada da eləyə bilərəm. 10-cu sual. Mətnin bir hissəsini digər yerdə təkrarlamaq üçün ilk növbədə hansı əmrdən istifadə olunur? Təkrarlamaq, yəni onu nə etmək? Kopyasını çıxartmaq. Bu deməkdir. Təkrarlanma, köçürülmə, bu kopyalanma deməkdir. Cavab olacaq nə variantı? Y variantı. 11. Windows 11 əməliyyat sistemində kontekst menüsündə göstərilən əmr hansı işi görür? Empty recycle bin. Bunu tərcümə eləyən tələbə belə tapa bilər ki, neynəmək? Zibil qutusunu, yəni səbəti, təmiz bütün faylları neynəmək? Silmək. Yəni Y variantı. 11 də olacaq, cavab Y variantı. Gəlirəm 12-yə. Faylın cəld yüklənməsi əməliyyatını təmin etmək üçün iş masasında yaradılan vasitə hansıdır? Yəni, iş masasında bir dənə vasitəmiz var. Misal üçün, mən Word-ə girmək istəyirəmsə, görürsünüz, bu shortcut. Üzərində belə ox olan, bax, bu üzərində belə oxlar varsa, bu shortcutlar adlanır. Shortcut odur ki, bu faylın özü deyil və shortcutlar yaddaşda çox az yer tutur, kilobaytlarla yer tutur. Yəni, mən bir də girib proqramların içində Word-ı axtarmadan, bunun üzərinə vuranda avtomatik mənə Word-ı açır. Bu Word-ün özü deyil. Word-ün elə bir qısa yoldur. Qısa yol shortcut deməkdir. Yəni, cəld yüklənməsini təmin edir. Cavab olacaq nə variantı? D variantı. Gəlirəm 13-ə. Aşağıdakı proqramlardan fayl və qovluqların disklərdə saxlanma strukturlarını həyata keçirilir. Fayl və qovluqların, bu File Explorer deyilən bir şeydir. File Explorer. Yəni, bizim bütün fayllarımız, desktop ekran fayllarımız, yükləmə fayllarımız, dokument fayllarımız, picture fayllarımız hamısı nəyin içində yerləşir? Bu dediyimiz qovluğun içərisində yerləşmiş olur. Yəni, File Explorer. File Explorer-in də qısa yol düyməsi Windows-dan E düyməsidir. Yadınızda qalsın. Windows E. Explorer sözünün baş hərfindən götürülüb. Windows E düyməsinin yanında File Explorer aça bilər. Gəlirəm 14-də. File Explorer proqram pəncərəsində obyektin köçürülmə üsullarına aiddir. Köçürülmə üsulu nə deməkdir? Yəni, kopyalanmasını istəyir.
Gəlin baxaq görək nə olur. Yazıb ki, shift düyməsini basılı saxlayıb mausa sürükləmək. Uşaqlar, mən əgər shifti basılı tutub tərpətsəm, bax shifti basılı tutub bunu yıxsam, burada durub tutaq ki, shifti basılı tutub beləsəm, bu faylın sadəcə yerini dəyişdirir. Tutaq ki, mənim faylim buradadır. Shifti basılı tutub Pixarsə sürükləsəm nə edəcək? Bu fayl artıq buradan yoxa çıxıb Pixar fayllarına düşmüş olacaq. Amma kontrolla basılı tutub tərpədib bura gətirsəm, həmin faylın kopyasını yaradır. Yəni gedir məsəl üçün Pixarsə də həmin faylın eynisinin kopyasını yaradır. Alt düyməsindən basılı tutub tərpətsəm, faylın shortcutunu yaradır. Bax, göstərirəm. Məsələn, bu IT mövzu test. Alt basılı tuturam, aşağıya sürükləyirəm. Bax, gördünüz nəyə yarandı? Shortcut. Shortcutda qısa yol. Bax, gördünüz üzərində nə var artıq? Oxlar var. Deməli, kontrolla basılı tuta bilərəm. Sonra yazıb ki, kontekst menü müvafiq əmrləri icra eləmək. Yəni biz faylı onsuz da belə də kopyalaya bilirik də. Sağ düymə ilə copy. Belə də kopyalaya bilərik. Deməli, 2 də düzdür, 3 də düzdür. Alt düyməsini dedib basılı tutanda bu shortcut yaranır. Bu səhvdir. File Explorer pəncərəsində Command bardan istifadə eləməklə. Command bardan istifadə eləməklə. Bəli. Məndə Windows 11 deyil, Windows 10-dur. Burada mən sizə təxmini göstərərəm. Və burada kontekst menyudan, kontroldan, bir də File Explorer pəncərəsində Command bar, alətlər paneli deyilən yerdən copy əmrini icra eləməklə. Və buradan. Onları bir dənə mən sizə Windows 11 sistemini açanda orada göstərəcəm. Yəni cavab orada copy. Oradan da ola bilir. Command bar. 5 də düzdür. 2, 3, 5. Windows 10-dan 11 çox oxşuyur bir-birlərinə. Yəni demək olar ki, birə-bir eynidirlər. Bəzi şeyləri fərqlidir, sadəcə interfeys fərqi var. Sonra gəlirəm baxıram nəyə? 15-ə baxıram. Şəkildəki pəncərə hansı növə aiddir? Əgər sizdən belə sorğu soruşursa, yəni yes, no, hə və yaxud da ki, yox, bu artıq dialoq pəncərəsinə gedir. Pəncərənin 3 növü var. Baxın, buradan sizə göstərdim. Pəncərə yazacağam bura. Pəncərə. Pəncərə növləri bax, dialoq pəncərəsi var. Standart bizdən hə və yaxud da ki, yoxu soruşur. Sistem və yaxud da ki, proqram pəncərəsi var. Bax, belə bir formada Word-ə girmişəmsə, bu proqram pəncərəsidir. Tuqovluq pəncərəsində biz standart nəyə daxil olmuşuq? Bax, buna. Avtomatik biz fayllarımızı içən, yəni File Explorer-ə daxil olmuşuq. Bu da qovluq pəncərəsi. Bir də ki, belə bir şey də var ki, misal üçün, mən buradan faylı, misal üçün, belə siləndə, gözləyim siləyəm. Bu dialoq pəncərəsinin yerlərini dəyişmək olur, amma dialoq pəncərəsini görürsünüz, böyüdüb kiçiltmək olmur. Yəni, belə bir sual da var. İndi qabaqda, misal üçün, o vaxtki testlərində var, Windows-a aid olan testlərin içində var idi. Yəni, biz dialoq pəncərəsinin ölçülərini dəyişə bilmirik. Sadəcə yerini dəyişə bilərik. Sağa, sola, istədiyimiz istiqamətə dəyişib qoya bilərik. Burada cavab olacaq nə variantı? A variantı. Gəlirəm buradan nəyə? 16-ya. Ekranın zəruri fraqmentlərin təsvirini mübadilə buferinə köçürmək üçün hansı proqramdan istifadə olunur? Zəruri hissə, yəni müəyyən hissənin şəklini çəkmək istəyirəmsə, mən bunu Snipping tool-la çəkə bilərəm. Snipping tool deyilən bir proqram var. Burada new-nun üzərinə vurub istədiyimiz yerin şəklini çəkəcəyik və bu çəkdiyim şəkildə artıq mübadilə buferinə düşür. Bu da belə. Cavab olacaq C variantı. Taskbar panelində yerləşən hansılardır? Taskbar deyəndə aşağıdadır. Bax, Windows 10-da da, 11-də də Start menü həmişə taskbarın üzərində olur. Yəni, başlanğıc menü, Start menü. Start menünü açmaq üçün biz klaviaturadan ya Windows düyməsinin üzərinə klik eləməli, ya da ki, Ctrl Escape. Bunu da yadınızda saxlayın. Yəni, Start menünün açılma düyməsi. Məsələn, Start düymə nədir? Ctrl basıb Escape vursan və Start menü açılır. Və yaxud da ki, Windows-un üzərinə belə vuranda Start menüsü açılır. Demək ki, düzdür. Show Desktop deyilən bir alətimiz var. Show Desktop nədir? Ana ekrana göstərsin. Bax, burada sağ küncdə, sağ küncdə dayananda bir dənə belə vuranda avtomatik ana ekranımızı bizə göstərdir. O Show Desktop deməkdir. Windows 11-də də eyni qaydadadır. 2, 3. Bir də bizdən burada nə soruşur? Open açmaq deyilən bir anlayış oldu. Notification, yəni bildirişlər. Biz avtomatik o bildirişləri nə edə bilərik? Buradan da görə bilərik. Yəni cavab 5. Olacaq 2, 3, 5, B variantı. Gəlirəm 18-ə.
18-də bizə nə deyir? Deyir, desktop, aşağıdakıların hansı desktop üzərində yerləşən zəruri sistem proqramının shortcut'ı deyil. Baxın, sistem proqramlarında belə bir şey var ki, biz daxil olsaq, buradan mən sizə belə bir bölməni görsənim. Və bunlar desktopun əsas ikonlarıdır. Və Recycle bindir, networkdür, control paneldir. Və bunlar ekranda əsasən var, yəni sistem proqramlarına aiddir. Və biz bunlarda, məsələn, bunlar proqram gedirlər, sistem proqramları gedir. Amma burada gördüyümüz Internet Explorer bu brauzerdir. Yəni bunun heç bir şey aidiyyatı yoxdur. Sistem proqramı kimi shortcut aidiyyatı yoxdur. Bu adicə bir brauzerdir. Internet Explorer D variantı. İndi Windows 11-lərdə falan hamısında artıq Microsoft Edge avtomatik yüklənili gəlir. O da bir brauzerin növlərinə aiddir. Gəlirəm 19-a. Yazıb ki, Control Panel proqram pəncərəsində hansı görünüş rejimləri var? Control paneldə olan görünüş rejimlərimiz hansılardır? Control panelə daxil oluram. Burada mən nəyə görə bilərəm? Baxın. Bir dəqiqə. Bax, kateqoriya, large icons, small icons. Bu üç dənə görünüş rejimi var. Kateqori, large icons, bir də small icons. Deməli, üç dənə kontrol paneldə görünüş rejimimiz var. Kateqori, large icons, bir də small icons. Cavab nə olacaq? 1, 4, 6. 1, 4, bir də 6. Cavab olacaq A variantı. Buna aid. Gəlirəm 20-yə. Yazıb ki, taskbar üzərində yerləşməyənlər. Bayaq yerləşənlər soruşurdu, indi yerləşməyənlər. Show desktopuna notification onsuz da yerləşir. Language bar nədir? Dil paneli. Yəni dilləri nə etmək? Dəyişdirmək. Bax görürsüz aşağıda nəyi dəyişdirə bilərəm? Klaviaturanın dilini dəyişdirmək istəyirəmsə, buranı da dəyişdirə bilərəm. Demək bu da yerləşdirilmişdir. Cavab onda nə qalacaq? Bir dənə B variantı. New folder. New folder kontekst menyudadır. Sağ düymədə kontekst menyudadır. New folder. Bir də elə belə bunların yanına yazım ki, new folder yaratmanın qısa yol düyməsi Ctrl Shift N-dir. Ctrl Shift N. Language dili dəyişdirməyin qısa yol düyməsi 2 dənədir. Alt Shift ilə dil dəyişə bilərsiniz. Bunun bütün kontekst istifadəçiləri bilir. Və yaxud da ki, Windows Space ilə dil dəyişmək olar. Windows-dan Space. Bura qeyd elədim. Windows Space və yaxud da ki, Alt Shift. Cavab olacaq 1 ilə, hərfsə burada belədir. Burada 1 ilə 2-dir cavab, B variantı. Baxıram 21-ə. 21-də bizə nə deyir? Deyir, Windows 11-də yaradılmış mətn faylı ardıcıl dəyişikliklərdən sonra, yəni birinci belə, ikinci belə, üçüncü belə adları ilə yaddaşa göndərilmişdir. Bu zaman kitab 1 qovluğunda neçə müxtəlif fayl yaradılmış olar? Kitab 1 qovluğu deyəndə artıq biz hansına baxacağıq? Bunlara baxmırıq. Kitab 2-dir bunlar. Bunlar da kitab 2. Baxıram kitab 1-də akt.1 faylı var. Bir düzdür. Bu da bir fayldır. Kitab 1-də akt 2 txt. Uzantısını uzun, böyük, kiçik yazmanın heç bir dəxlisi yoxdur. Kitab 1-də akt 2 var. Uzantısını balaca yazın. Baxın, burada hərfin böyük, kiçik yazılmağının o faylın fərqli fayl olmağı anlayışına gəlmir. Tutaq ki, mən əgər yazıramsa ki, burada elə belə görsədim, mən yazıramsa kitab nöqtə txt, bir də yazıram kitab nöqtə txt. Bu ikisi də eyni fayl kimi gedir. Mən ekranda 2 dənə bu fayl adı yarada bilmərəm. Çünki eyni fayl adında gedir. Hərflərin böyük kiçikliyi nəzərə alınmır. Deməli, belə baxanda kitab 1 akt 2 txt ilə demək 2-ci ilə 4-cü eyni şeymiş. Və 6-cıya baxıram, akt 1.txt. Akt 1-i balaca ilə yazıb, amma akt 1-i burada böyük ilə yazıb, heç bir fərqi yoxdur. Yenə eyni fayl kimi gedir. Deməli, mənim neçə dənə müxtəlif faylim yarandı? Artıq 2 dənə. Cavab B variantı. Fayl nümunəsini görsədim. Baxın. Burada tutaq ki, mən bir dənə fayl yaradıram. Ctrl Shift N folderə akt 1 qoyuram adını. Akt. Hamısını böyüklə yazıram. Bir dəfə də Ctrl Shift N vururam. Aktı balaca ilə yazıram. Enter vuranda bax mənə deyir ki, qardaş, bax belə bir şey olmaz. Deyir, bu adlı fayl yaratmısan sən artıq. Yəni bu adında faylın var. Adını dəyiş başqa şey yox. Bu da belədir. Baxıram 22-yə.
23-də Windows 11 əməliyyat sistemində iş masasının əsas elementlərinə aid deyil. Start menü var. Burada görürük. Recycle bin, taskbar aşağı bölmənin adı taskbardır. Quick settings, yəni sürətlər paneli, yəni avtomatik parametrlərə daxil olmaq. Libraries qovluqdur. Mən avtomatik qovluğa girmək üçün mən nə etməliyəm? File Explorer-ə girməliyəm, onun üçün Libraries qovluğuna girməliyəm. Bu başqa şeydir. Y variantı burada. İş masasında aidiyyatı yoxdur. Gəlirəm 23-ə. Sistemə əvvəlcədən təyin edilmiş qrafik əsasında hər hansı tapşırığın icrası, sistemin yenidən yüklənməsi və başqa əməliyyatların həyata keçirilən proqram necə adlanır? Sonra bu utilitdir, task shelter deyilən bir şey var. Tapşırıq planlaşdırıcı deyilən bir şey var. Bu utilit gedir. Bunlar əslində hamısı utilitdir. Bu disk defragmenter və sistem restore-da bunlar utilitlərdir. Əməliyyat sisteminin əmr və əməliyyatlarını belə deyək də, əlavə imkanlar yaradır. Məsələn, drive space var idi, disk defragmenter var idi. Sonra nə var idi? Scan disk var idi, disk və disketdəki səhvləri tapan, sistem restore var idi, backup var idi. Buradan deyir ki, müəyyən tapşırıq cədvəli əsasında. Əgər cədvəl sözü varsa, qrafik sözü varsa, bu task shelter'dır. Tapşırıq planlaşdırıcı. Daha olacaq A variantı. Defragmentasiya yadınızda demişdim, səpələnmiş faylları optimal olaraq yığıl. Defragmentasiya səpələnmə deməkdir. System restore sistemin bərpasıdır. Command prompt kodla yazılan bir əmrlərdir. Məsəl üçün, command prompt girib, məsəl üçün, buradan daxil olub müəyyən bir kodla fayl yarada bilərsiniz. Kodlar vasitəsilə girişi təyin edilən command promptdur. 24-ə baxıram. 24-də nə deyir? Bu bizə bir dəfə də sınaqda qabağımıza çıxmışdı. Windows əməliyyat sistemi standart pəncərələrinə aid olmayan idarəetmə elementləri hansılardır? Burada tapşırıq zolağı deyilən bir şey yoxdur. Misal üçün, pəncərələrdə nə var? Başlıq sətri var, aşağıda vəziyyət sətri var, şaquli fırlatma zolağı var, yuxarıya, aşağıya fırlatma zolaqları var, amma tapşırıq zolağı deyilən bir şey yoxdur. 25-ə baxırıq. Seçilmiş fayl bir diskdən digər diskə drag and drop texnologiyası vasitəsilə klaviaturanın hansı düymə ilə basılı vəziyyətdə tutmalıdır? Yer dəyişmə deyir. Yer dəyişmə deyirsək olar, biz bunu shift-lə eləyəcəyik. Əgər kopyası desəydi Ctrl-la, əgər shortcut desəydi Alt-la. Və Windows-da 3 dənə əsas texnologiya var ki, drag and drop, plug and play, bir də OLE texnologiyası var. Drag and drop nədir? Buna belə deyək də, faylı sürükləməklə, yəni bir yerdən o bir yerə daşımaqla. Plug and play nədir? Əlavə qoşulmuş qurğularla, misal üçün printer, xaricdən taxdığımız mışqa falan filan, bu qurğularla kompüteri işlətmək. Plug and play də belə gedir. OLED-də odur ki, mən misal üçün Excel-in içində başqa bir proqramdan da istifadə edirəm. Eyni zamanda multimedia şəklində bir neçə proqramdan istifadə edə bilirəm. O da OLED texnologiyası gedir. Burada cavab olacaq D variantı. 26-ya baxıram. Pəncərənin bütün ekran boyunca açılması nə formada olmalıdır? Çox bunu sizin nə ilə çağrışdıra bilərlər? Burada onsuz cavab bir dənə 4-dür deyə Y variantını götürürük. Bax, bu pəncərəni görürsünüz. Bu üst-üstə yığılmış formadadırsa, bu deməkdir ki, ekran tam formadadır. Amma belə yarımçıq formadadırsa, bu deyil, ekran tam formada deyil. Bunun üzərinə vuranda ekran tam formada görsənir. Bu da buna görə dəyişir. Bu maximizedir, bu minimizedir, bu çıxmaq düyməsidir. Alt F4-dən də çıxa bilərsiniz. Bu ribbon tabı görsədib görsətməməkdir. Bu məlumatı axtarmaqdır. Və bu da buna görə gedir. 27. Deyir, hansı hallarda fayl mübadilə buferinə düşür? Fayl o zaman mübadilə buferinə düşür ki, faylı biz kat edirik, yəni kəsirik. Və yaxud da ki, biz həmin faylı nə edirik? Kopyalayırıq. Kopya əmri görə hardadır? Copy paste eləyəndə. Bir də seçilmiş fayl üzərində klaviaturadakı Ctrl-C düyməsini basanda. Avtomatik belədir. Ctrl basılı tutub başqa bir digər fayla köçürəndə o shortcut'ı kopyası yaranır, amma mübadilə buferinə düşmür. Burada da belədir. 28-də baxıram. 28-də iş masasının fon şəklinin hansı variantına tətbiq etməli ekranda yerləşdirmək olmur. Fon şəklində rejimlər bunlardır. Personalize daxil olursunuz. Burada choose a fit yerində var. Fill, fit, strange, tile, center, span. Fill, fit, strange, tile, center, span. Fill, fit, strange, tile, center, span. Bunu gördünüzsə, artıq buradan siz bunları cavabları tapa bilirsiniz. Center var idi. Bu var idi. 2-3 var idi. List deyilən bir şey yox idi. Details deyilən bir şey yox. Strange var idi.
Bu var idimi? Yox idi. 5 də yox idi. Deməli 2 var idi. 3 yox, 2 3 yox idi. 5 yox idi. Full screen var idimi? Biz burada full screen görmədik. Baxın. Tələbələr çarxı buna çox vaxt full screen də yazır. Full screen yoxdur. Full screen də olmadığı üçün demək 6-da səhvdir. Tile rejimi də var idi. Full fit strange tiles center span bu rejimlər var. Neçə dənədir desə, gəlin onun bir dənə sayını sizə tam göstərim. 1 2 1 2 3 4 5 6 dənədir. Ümumi olaraq da bu da bu formada gedəcək. 29 şəkildə göstərilən combine taskbar buttons and hide labels nə zaman deyir, baş verir? Edilmiş dəyişiklikdən sonra nə baş verəcək? Combine taskbar button and hide labels when taskbar is full. Deyir, bax belə bir şey olur. Bu taskbarda belə bir forma var. Combine taskbar buttons when taskbar is full. Belə vuranda, misal üçün biz görürük ki, burada nə baş verir? Bax, always hide labels vuranda, always hide labels həmişə gizlədir. Bax, bu formada olur. Məsələn, Excel 10-dan açsam, 10-dan Excel yan-yana göstərəcək. When taskbar file is full, o demək ki, nə vaxt ki, taskbar dolana qədər davam eləsin. Bax, misal üçün, biz Word-dən bir dənə də açsaq, bax, Excel-dən bir dənəsini də açsaq, Ctrl-N, avtomatik, bax, gördünüz, biri neyinir? Avtomatik proqram üzərində adını göstərir. Excel-in adını göstərir. İkincini də açanda. Sonra bir dənə də misal üçün bu panellərə daxil olanda bunları göstərir. İndi biz görək burada hansı variantı götürə bilərik. Düymələr üzərində həm işarə, həm də adları əks olunacaq. Bəli, işarə də əks olunur, adlar da əks olunur. 2 düzdür. Bir neçə proqram açsan kimi onların işarələri avtomatik bir düymədə qruplaşacaq. Bu hansı idi? Neva idi də, düzdür? Yox, always hide labels idi bu. Bu rejimdə bu bizə burada göstərim sizə. Taskbar settings. Always hide labels. Hamısı bir düymədə qruplaşır. O demək. Bir də baxıram buradan nəyə? Buradan baxıram nəyə? Düymələr üzərində adlar işarəsi olunur. Düymələr üzərində proqram əks olunacaq. Adlar görünməyəcək. İşarələrin qruplaşdırma tapşırma üzərində yer çatmadıqda baş verəcək. Deyir, nə zaman qruplaşdırma olacaq? Nə vaxt ki, taskbar tam dolanda. Yəni 2 ilə 6. Cavab olacaq burada nə? 2 ilə 6. 2 ilə 6-nı götürə bilərsiniz. Bu da belə. Bizə dəqiqə sonra.